14 gün küvəz rejimində tənəffüs dəstəyi alan üçəmlərin həyatı xilas olunub. Quba rayon mərkəzi xəstəxanasının nəzdində olan Quba regional perinatal mərkəzində riskli hamiləlik keçirən ananın üçəmləri dünyaya gəlib. Həkimlərin intensiv müalicə tədbirləri nəticəsində ananın və yeni doğulmuşların həyatı üçün təhlükə aradan qalxıb. 12 ildən sonra riskli hamiləlik dövrü keçirən 1996-cı il təvəllüdlü Quba rayon sakini 22-si 4-cü ay 2025-ci il tarixində hamiləliyin 35-36-cı həftəsində Quba regional perinatal mərkəzinə hospitalizasiya olunub. İcra olunan qeysəriyyə kəsiyi əməliyyat nəticəsində ananın ilk hamiləliyindən 3 körpə dünyaya gəlib. Üçəmlər doğulduğu zaman vəziyyətləri ağır qiymətləndirilib. Yeni doğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində körpələr 14 gün ərzində stasionar müalicəyə cəlb olunublar. Zəruri müayinə və müalicə prosesindən sonra üçəmlərin və ananın vəziyyəti stabil qiymətləndirilib. Ötən gün sağlam şəkildə evə buraxılıblar.